Buraxılış imtahanı nömrə 29. Bir, yaza bilmişik. Yaza bilmər ya uşaqlar, burada tangens var. Birdən qulaq asın. Deməli, bax bunu köməkçi açılışla gəlin açaq. Necə açaq? Yazaram ki, tangens x üstə gəl kotangens x-in kvadratı çıxılsın. 2 vurulsun tangens x, bir də kotangens x. İndi tangenslə kotangensin cəmini bizə 4 veriblər. Onda 4-ün kvadratı çıxılsın. Tangens vur kotangens də bizə 1 verir. Çıx 2. 16-dan da 2 çıxdım. Cavab nə qaldı? 14. Aydın oldu mu? Tamam. Davam edirik. İkinci sual. Qətiyyən yaza bilmərik. Həm burada loqaritma var, həm də sinus var. Gör necə də qorxunc görünür. Uşaqlar, sinus pi bölü 6-nın qiyməti, yəni sinus 30-un qiyməti 2-də 1-dir. Yazıram loqaritma 2-dən 2-də 1. 2 ilə 2-də 1 qarşılı tərsdir, çünki vuranda 1 verir. Qarşılı tərs ədədlərin loqaritmi də mənfi 1-dir deyə bir cümlə qururduq sizə. Cavabımız oldu C bəndi. Sonra davam eləyək. Üçüncü sual. Tetraeder. Allah bilir tetraeder nə deməkdir. Nə idi tetraeder uşaqlar? Koroğlu metrosunun çıxışı. Yaxşı mı? 6 dənə tili var, bəli. Bax, fikir verin uşaqlar. Neçə dənə til var? 1, 2, 3. 3 dənə yuxarıda, 3 dənə də aşağıda. Oldu 6 dənə tili. Hər bir tili də 7-dir deyə. 6 vur 7. Cavabımız nə oldu? 42. Dördüncü sual düz yazmışsınız mı? Başımız üstün deyil. Ay uşaqlar, burada həm sinus var, həm də kosinus var. Çünki alışmışsınız da. Düzdür mü? Amma imtahanda düz yazacaqsın inşallah. Gör nəyə oxşuyur? Sinus alfa çıxılsın, betanın açılışına oxşuyur. Yəni sinus 3x çıxılsın x bərabərdir köşdə 3 bölə 2. Buradan sinus 2x nəyə bərabər oldu? Köşdə 3 bölünsün 2. Yazmalısınız. 2x bərabərdir. Köşdə 3 bölü 2-ni alır. Mənfi 1 üstü k. 60 dərəcədə. Onda yazacaqsınız pi bölü 3. Üstə gəlinsin pi k. Hamısını da səliqəli 2-yə bölün. Mənfi 1 üstü k. Pi bölək 6. Üstə gəlinsin. Pi k bölünsün 2. Cavabım oldu B variantı. 5-ci sual düz yazmışsınız mı? İntervallar metodudur, çox rahatdır. Yuxanın aşağında sıfırını tapıb qeyd edirsiniz. 6-cı sual. Düzdürmü? Düz olar. 7-ci sual. Mümkün deyil. Qulaq asın aşağılar. Bir absis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirən. Demək ki, alfamız nəyə bərabərdir? 135 dərəcəyə. Belə bir dənə düsturumuz var idi. K bərabər idi tangens alfa. Bu da olacaq tangens 135 dərəcə. Tangens 135-in mənfi 1 olduğunu bilməlisiniz. Ya 90 üstəgəl 45 yazıram, ya da 180 çıx 45 yazıb hesablayıram. Çatır? İndi K-mız mənfi 1-dirsə, ümumi düz xəttin tənliyi də belə olurdu. K üstəgəlsin B. K-nı yerinə mənfi 1 qoysam, Y bərabər olar mənfi üstəgəlsin B-yə. İndi bu B-ni tapmaq üçün də uşaqlar bizə əlavə bir dənə də məlumat veriblər. Deyir ki, bu düz xət 3-2 nöqtəsindən keçir. Yəni Y-in yerinə 2 qoymalıyam. X-in yerinə də 3 qoymalıyam. Üstə gəlsin B. Onda B də bərabər olacaq müsbət 5-ə. Yekun cavabımız oldu. Mənfi X üstə gəlsin 5. Bax gör hansı bənddir. Cavabımız Y bəndir. Əslində bunu belə də eləyə bilərsiniz. Bir dənə baxın. K-nı mənfi 1 mütləq tapmalısınız. K mənfi 1 olandan sonra A variantını, D variantını, bir də B variantını silirsiniz. Çünki onlarda K mənfi 1 deyil. Qaldıq C variantına Y variantının arasında. İndi hansının doğru olması üçün A 3-2 nöqtəsini gətirib yerinə qoyursunuz. Başa düşdünüz mü nə demək istəyirəm? Hansını da ödəyirsə, demək ki, düzgün cavabımız odur. Cavab olacaq Y bəndi. Çatdı. Gördünüz, bunda bacarmırsınız. İki variant arasında qalanda. Nə edirik Cəmşid? Ekti, bekti bilmirəm, laləni dindirmirəm. Yaxşı mı? Hansı tutar?
8, bəli, normal qaydada kublar düsturu, bir də kvadrat düsturunu yazmalıyıq. Gəlin yazaq. Açıq B-nin kubu düsturu necə idi? Qulaq asın. 2-nin kubu 8, çıxılsın. 3 vurulsun, A-nın kvadratı vurulsun B. Üstə gəlinsin, 3 vurulsun, A vur B-nin kvadratı. Çıxılsın B-nin kubu. Üstə gələk. I üstə gəl 4-ün kvadratı. Olacaq. A-nın kvadratı üstə gəl. 2 vur A, B. Üstə gəlinsin B-nin kvadratı. İndi uşaqlar, burada i kvadratları gördüyüm yerlərə mənfi 1. İ'nin kubu gördüyüm yerlərə də mənfi i yazmalıyam. Həmçinin buradakı bu 16 ilə bu 8-ə birləşdirmək olar da. 16 ilə 8 neçə eləyir? 24. Çıxılsın 12i. Sonra bura nə verdi? Mənfi 6-nı. Çünki i kvadratı mənfi 1'dir dedik. İ'nin kubu uşaqlar mənfi i'dir. Qarşıda da mənfi var. Onda olacaq müsbət i. I kvadratı yenə mənfi 1. Sonra bura 8 i'ni verəcək. Bir dəfə də sadələşdirmə aparsam. Mənfi 16 mənfi 1. Mənfi 6 mənfi 1. Bax, bura ilə bura. Mənfi 7. 24-dən 7 çıxanda nə qaldı? 17. Sonra müsbət i ilə 8i bizə 9 i'ni verir. Mənfi 12 üstə gəl 9i, bu da bizə verir mənfi 3i. Yekun cavabımız oldu B variantı. Davam edirik. 9 düz yazmışıq mı? Köklərindən biri 1'dir deyirsə, harada x varsa yerinə 1 qoy, A-nı tap. 10-cu sualımız. Mənfi 6 x'in yerinə 2x1 10 qoyuyor. Qulaq asaq. Mən buna V teoremini tətbiq etmək istəyirəm. Təbii ki, 2-yə bölməliyəm. 2-yə bölsəm, x-in kvadrat çıxılsın 3x, üstə gəlinsin. C çıx 8 böl 2. Bunu beləcə də saxlayıram. Bərabərdir 0. İndi x1-in kvadratı üstə gəl x2-nin kvadratı bərabərdir 10-u. Köməkçi açılışa görə açıram. Həmçinin burada bir şey də yazmalıydım. x1 üstə gəl x2 nəyə bərabərdir? 3-ə. x1 vur x2 nəyə bərabərdir? C çıx 8 bölünsün 2-yə. İndi uşaqlar, bu kvadratlar cəmini açın görüm. Nə olacaq? x1 üstə gəl x2-nin kvadratı çıxılsın 2x1 x2 bərabərdir 10. İndi x1 üstə gəl x2-nin yerinə 3 qoyuram. Kvadratı nə verdi? 9. Mənfi 2-ni C çıx 8 bölü 2-yə vuranda 2'lər gedəcək. C üstə gəl 8 eləyir. Qarşıdakı mənfiyə görə. Bərabər oldu 10'a. Buradan da 17 çıxılsın C bərabərdir 10. Sən demə C-də neçəymiş? 7. Cavab oldu B variantı. Çatır. Sonra 11. Baxaq 11'ə. Baxmalıyıq. Deməli, görün nə deyir? ABC üçbucağında AB ilə BC bərabərdir. Uşaqlar, BC hal-hazırda nə qədərdir? 16. Onda AB-yə də 16 yaz da. Çatdı. AC oturacağımız onu tapın, burada yazıram x. İlk öncə mənə deyin görüm. Bura 90'dırsa, bunun bu qonşuda 90 olarmı? Bəli. Nəticədə ABM necə üçbucaqdır? Düz bucaqlı üçbucaq. Düz bucaqlı üçbucaqsa bu AM-i tapmaq olar da. Fagorla. Kökdə 60 eləyəcək. 256-dan 196'sını çıxdım. Kökdə 60. İndi AMC necə üçbucaqdır? O da düz bucaqlı üçbucaqdır. X-də hipotenuzdur. Demək ki, orada Pifagor tətbiq eləyəcəyik. X-in kvadratı bərabər. Kökdə 60'ın kvadratı 60. Üstə gəl 2'nin kvadratı bu da elədi 4. 64. Sən demə X-də neçəymiş? 8. Kənardan çox çətin görünən, əslində Allah qəbuldan saxlasın. Getdik aşağılar. 12. Yəqin bunu yaza bilmişsiniz. 13 yaza bilmişikmi? 13 yaza bilmişik. Halaldır. 14 yaza bilmişik. 15 yazılıb mı? 15 yazılar. 16 aparturla. 17 17'ye baxaq uşaqlar. Burada loqaritm azad var. Fikir verin.
Loqaritmanın daxilində bölmə varsa, çıxma yazmalıyam da. Nə yazım onda? Loqaritma x-dən y çıxılsın loqaritma x-dən x bərabərdir 5. X-dən x-in qiyməti 1-dir. Bu mənfi 1-i də keçir bu üzə. Demək ki, loqaritma x-dən y bərabər oldu 6. Səndən də elə bunu soruşur. Bu qədər sadə. 18. Doğrudur mu 18? Yaza bilmişik. B8-in açılışı necə? Day Cəmşid, bu işlərə sən baxırsan. B8 bərabərdir. B1 vurulsun. Q-nin üstü 7. B1'miz nə da uşaqlar? Birinci həddimiz. 2-də 1-dir. Q-müz nədir bəs? 2 dəfə 2 dəfə artır. Q-müz də 2-dir. Onda bunu vuracaqsınız 2-nin üstü 7-yə. Bu 2 ilə də bu 7 gedir, 6 qalır. 2 üstü 6, cavab nə oldu? 64. 19 düz yazmışıq mı? 19 düzdür mü? Düz olar. 20. Uşaqlar, 20-ci sual. Bundan da biz çox danışmışıq. Həddindən artıq çox danışmışıq. Deyir, qarajda müəyyən sayda 2 təkərli velosipedlər, 3 təkərli motosikletlər var. Uşaqlar, 2 təkərli velosipedlər, 3 təkərli motosikletlər var. Ümumi nəqliyyat vasitələrinin sayı 12-dir. Birincisindən x sayda varsa, onda ikincisindən neçədən olar? 12 çıxılsın x sayda. Axı ikisi birlikdə 12-dən olmalıdır. Sonra deyir ki, ümumi təkər sayısı 29-dur. Baxın, x dənə 2 təkərli velosipedlər var. Onda bunun təkərləri nə qədər olacaq? 2x sayda. 12 çıx x dənə 3 təkərli motosikletlər var. Onda bunu da vursam 36 çıxılsın 3x. Bunu nəyə bərabər eləməliyəm təbii ki? 29-a. Buradan da mənfi x bərabər olacaq. 36 bu tərəf keçəndə mənfi 7. X-imiz də tapıldı. 7. Demək ki, 7 dənə velosiped var imiş. 12 çıx 7, 5 dənə də bu deməli velosipeddir. Bu da motosikletdir. Oldu. Davam edirik. 21. Düz yazmışıq mı? 21 düzdür mü? Kimsə xeyr deyir. Utana. Utanmasın çox çətin sualdır. Baxın görün bura. Deyir BS 2'dir. BS'ye yazdım 2. AD 5'dir. Burada yazdım 5. CD 10'dur. Burada yazdım 10. Çevrələr arasındakı ən qısa məsafəni tapın. Uşaqlar, bu şəkildə BD toxunandır, AD radiusdur. Toxunanan radius həmişə neçə dərəcə bu cəmini gətirir? 90. Bura yazdım 90. Daha sonra çevrələr arasındakı ən qısa məsafə necə tapılır? Mərkəzlər birləşdirilir. A ilə B-ni birləşdirirəm. Mərkəzlər birləşdirdikdən sonra uşaqlar, radiuslar çıxılır oradan. Baxın, bura 2-dirsə, burada 2 yazacam. AD 5-dirsə, burada 5-dir. Bu orta hissəni biz axtarırıq. İlk öncə AB nə qədərdir, onu deyin görüm. 13. Çünki biri 5-dir, biri 12-dirsə, bura olacaq petonuz 13. Bu 13-dən də nələr çıxmalıyam? Dedim ki, radiusları. Cavabımız nə qalacaq onda? 5. Düz demək, 6. 6. Həyəcanlandım burada. Cavabımız oldu 6. Aydın oldu mu? Tamam. 22. 22. Baxaq. Deyir, katetləri 4 olan düzbucaqlı bərabəryanlı üçbucağı kateti ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Fikir verin uşaqlar. Düzbucaqlı üçbucağı katet ətrafında fırladıramsa, hansı fiqur alınırdı? Konus. Bərabər yanlıdır deyə uşaqlar, hansı katet ətrafında fırladırsa fırladır, fərqi yoxdur. Bax, belə bir dənə konus alınır. İndi 4-4-dürsə, bu doğran nə qədər olar? 4/2. Onda burada olacaq 4/2. Bizdən də yan səthinin sahəsini istəyir. S-yan düsturu da konusda pi r l idi. Bu da bərabərdir. Pi vurulsun, 4 vurulsun, 4/2.
Nəticədə cavab oldu 16 köşdə 2 pi. Çatdıq? Tamam. 23-ə baxaq mı? 23. Uşaqlar, 23 nömrəli sualda görün nə görürsünüz. Diqqətiniz məndə olsun. Tənliyin kökləri verilib x1 ilə x2. Bir də deməli, hansı nöqtədən keçdiyi verilib. Onda biz parabolanı bu formada araşdırırdıq, xatırlayırsa. A vurulsun, x çıx x1, x çıxılsın x2. Bu x1 ilə x2-ni gətirib yerinə qoyuram. x1-in və x2-ni yerinə qoyuram. Bunun biri x1-dir, biri də x2-dir. Y bərabər olacaq, A vurulsun, x üstə gəlinsin 3, bir də x çıxılsın 1. Bəs yaxşı, A-nı necə tapırdıq aşağılar? A-nın tapılması yolu necə idi? Buradakı bu mənfi 3-ü koordinatla yazırdıq, 0, mənfi 3 deyə. Sonra gətirib x-lərin yerinə 0, y-lərin yerinə mənfi 3 qoyurduq. Mənfi 3 bərabərdir. A vurulsun. 0 qoymuşam deyə 3 alınar. 0 qoymuşam deyə mənfidir. Hesablasam buradan A tapılacaq 1. İndi bu 1-i də gətirib yerinə qoyanda olacaq 1 vurulsun. X üstə gəl 3. Bir də x çıxılsın 1. Bunu vurun açın. X-in kvadratı çıxılsın x üstə gəl 3x çıxılsın 3. Bu da bərabərdir. X-in kvadratı üstə gəl 2x çıxılsın 3. Nəticədə nə gördük aşağılar? Gördük ki, sən demə A 1-ə bərabər imiş, onsuz da tapmışdım. B 2-yə bərabər imiş, C-miz də mənfi 3-ə. Onda bunların cəmi olacaq 0. Başa düşdünüzmü? Tamam. Bu bunun bir yolu, əsas yolu. Ətraflı düşmüş olsa bunu mütləq belə yazmalısınız. İkinci bir yol da gəlir uşaqlar. İkinci bir yol da gəlir. Bu bir nöqtəsini koordinatla yazsam nə yazmalıyam? 1, 0. Bu 1, 0 əgər bunun köküdürsə, onda bunu ödəməlidir də. Bunun sıfırıdırsa ödəməlidir. Yazıram, y-in yerinə 0. 0 bərabərdir. A vurulsun 1, üstə gəl, B vur 1. Bu 1-in kvadratı üstə gəlsin C. Nəticədə A üstə gəl, B üstə gəl, C nəyə bərabər oldu? 0-a. Tutardı getdi. Başa düşdünüz nə demək istədimsə? Mənfi 3-ü qoymuş olsan, onda digərlərini tapacaqsan. Mənfi 3-ü də qoymuş olsan, onda olacaq belə. 9A çıxılsın 3B üstə gəlsə bərabər, bu da 0. Bir də baxanda C-nin mənfi 3 olduğu görünür də. C-nin yerinə də mənfi 3-ləri qoyub, A-nı, B-ni də tək-tək tapa bilərsiniz. Yaxşı? Tamam. Hətta bir dənə də yolumuz var idi. Xatırlayırsınızsa, köklər nədir burada? Bir dənə deyin görün. Mənfi 3-dür, biri də 1-dir. Tənliyin köklərindən biri 1-dirsə, onda əmsallar cəmi 0 olurdu da. Bu cümləni həmişə demişəm sizə. Bəs yaxşı, tənliyin köklərindən biri mənfi 1-dirsə, onda hansı qaydamız keçərli idi? Tənliyin köklərindən biri əgər mənfi 1-dirsə, onda ortadakı əmsal, kənardakı əmsalların nə idi? Cəmi idi. B bərabərdir, A üstə gəl C. Tamam. Baxırıq 24-ə. Bir, cədvəldə xarici dil fənnindən hazırlaşan şagirdlərin sayı verilib. Tədbir üçün 2 şagird seçilir. Seçilən şagirdlərdən birinin fransız dilindən hazırlaşan qız, digərinin isə alman dilindən hazırlaşan oğlan olması hadisəsinin ehtimalını tapın. Uşaqlar, seçimimizdə ardıcıllıq varmı? Xeyr, 2 şagird seçilib, biri bu olsun, biri bu olsun deyir. Ardıcıl seçim yoxdur deyə nə ilə seçəcəm? Kombinizonla. Məxrəcə yazıram kombinizon. 65-dən 2, çünki ümumi 65 şagird var. İndi seçdiyim bu 2 nəfərdən biri fransız dilindən hazırlaşan qız olsun. Yəni, bu 13 nəfərdən birini seçməliyəm. Vur olsun. Digəri isə alman dilindən hazırlaşan oğlan olsun. Bu da 16-dan 1-dir. Yuxarısı bizə verdi 13 vur 16-nı. Kombinizon 65-dən 2 necə hesablanırdı? 65 vurulsun 64, bölünsün 2 vurulsun 1. Bu 2 ilə 64 gedir, qalır 32. 32 ilə 16 gedir, qalır aşağıda 2.
13 ilə də 65 gedir. Aşağıda 5, yuxarıda 1 qalır. Yuxarıda 1, aşağıda da 10 qaldı. Sən demə cavab nə imiş? 10'da 1 yaxud 0,1. Çatdı mı? Çatdı. 25 bəs? Yaza bilmişikmi? Hidayət kişi xeyr deyir. Yəni görək belə xeyr olurmu? Deyir ki, sahəsi 48 olan düzbucaqlının eni uzunluğunun 75%-nə bərabərdir. Uşaqlar, onda mən bu düzbucaqlının enli uzunluğunu 3K ilə 4K götürərəm də. Başa düşdüm. Bu 75%-i çevir nə ilə? 4'də 3 elə. 4'də 3 isə biri 3K, biri 4K. Sahəsi də nə qədərdir deyir? 48. Onda 3K vur 4K. 12K kvadratı 48. K'nın kvadratı nə oldu? 4 oldu. Demək ki, K da 2'yə bərabər imiş. Məndən istəyir perimetrini. Düzbucaqda perimetrdə 2 vurulsun A üstə gəl B idi də. Bu arada bunun biri 8'dir, biri də 6'dır. 2 vurulsun 6 üstə gəl 8. 14, 2. Cavabımız da oldu 28. Aydın oldu.